əzizlərimiz, möhtəşəm qiymətə, möhtəşəm evlər bizdədir. Bilirsiniz də yenə. Bir dənə siz ev çıxarmışsın, suvaqlı mənzildir. Al bugünkü gün təmir elə, köç yaşa bir evdir. Al, təmir elə, köç yaşa. İndidən qiymətini deyirəm. Düz yan, kameranı düz saxla. İndidən qiymətini deyirəm, əzizlərimiz. 68.1 kvadrat, daha az yox, nə qədər? 69 kvadrat səhvimiz. 69 kvadrat, satış qiyməti 54.000 manat, sənədləşmə daxil. Çox gözəl qiymətdir. Təqdimata başlayaq. Əsas giriş hissəsi burada yerləşir. Biraz qaranlıqdır. Binada bütün kommunallar mövcuddur. Burada sanuzelin yeridir. 3 otağa rahatçılıqla pericelka eləyə bilərsiniz. Burada da mətbəxin yeridir. Burada geniş bir zaldır. Amma nəzərinizə çatdırın. Baxın. Keçək, tam ətraflı fırlan çək. Deməli, 16 mərtəbəli binanın 16-cı mərtəbəsində yerləşir. Üstü monolit betondur. Yəni, mansard getmir, mansard deyil, qanuni mərtəbədir. Panoramasını mən sizə göstərəcəm. Baxın, bu qonaq otağından olan panoramasıdır. Görürsünüz. Tıqqılı-tıqqılı Xırdalanda olan evlərdir hamısı. Kvadrat qiymət çox yaxşıdır və ən əsaslı odur ki, bugünkü gün alıb elə həmən aldığınız gündə təmirə başlaya bilərsiniz. Keçirik buradan da evin yataq otağına. 68 kvadrat 54.000 manat. Bugünkü gün çox gözəl bir qiymətdir. Yataq otağından da balkona çıxmaq üçün yer nəzərdə tutulub. Əziz və dəyərli izləyicilərim, kommunalların puludur, hamısı ödənilib, ev sahibi tərəfindən qarşılanır. Alqı-satqı rüsumu, məsələn, 2000 manatdır, o da yeni ev sahibi tərəfindən qarşılanacaq. Əlavə bir xərciniz, bir dənə bu yetim yüsürlər, yəni maklerlərin pulunu verəcəksiniz, o da bizə dağıtmayın, bizim pulumuzu verin sonda. Sonda mənzərəsini çəkək, təqdim edək. Bugünlük bu qədər, sağ olun, salamat qalın.